Uşaq Psixonevroloji Mərkəzinə səyyar asan xidmət təşkil olundu. Müalicə alan uşaqlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti göstərildi. Uşaq Psixonevroloji Mərkəzinin direktoru Kəmalə Talıbova statistik rəqəmləri açıqladı. Valideyn himayəsindən məhrum olan uşaqların hüquqlarının qorunması, müalicəsinin aparılması istiqamətində görülən işlər zəminində biz müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edirik və bunların içərisində asan xidmətin rolunu təbii ki, qeyd etməyə bilmərik. Bu müddət ərzində 50-yə yaxın körpəmizə şəxsiyyət vəsiqəsinin yenidən verilməsi və dəyişdirilməsi prosesi həyata keçirilmişdir. Uşaqlarımıza şəxsiyyət vəsiqəsinin alınması zərurəti yarandıqda biz müraciət etdikdən sonra dərhal qısa bir müddət ərzində operativ olaraq asan xidmətin səyyar xidmət bölməsi bizim uşaqların görüşünə gəlmişlər və bu zaman bizim körpələrimizin şıltaqlığına, həssaslıqla yanaşan əməkdaşlar onlara şəxsiyyət vəsiqəsinin verilməsi üçün əllərindən gələni əsirgəməmişlər. Qeyd edək ki, ötən dövrdə həssas qruplara aid olan 19 mindən çox vətəndaşa səyyar asan xidmət göstərilib.